Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita Fəsil 18 Mətin 61. 18-ci fəsil Bhagavad Gita'nın sonuncu fəslidir. 78 beytdən ibarətdir. Fəslin adı mükəmməl tərki dünyalıq və yaxud qurtuluş yolu. Sanskrit dilində Moksha Yoga. Moksha Yoga. Hoş gördük Bhagavad Gita'nın dəyərli dinləyiciləri. Bugün mən əziz ruhani üstadımın bu istirablı, əzablı dünyanı tərk eləyib Tanrı Şri Krishnanın səltənətinə qayıtdığı gündür. Ona görə mən bütün bundan sonra mühazirlərimin hamısı sevimli ruhani üstadın əziz xatirəsinə həsr olunur. Onun mərhəmətidir, onun verdiyi bilikdir ki, mən bunu bütün Bhagavad Gita'nı dəyərləndirən insanlarla bölüşməyə çalışıram. Yəni, mənim söylədiyim mühazirlərin hamısı ruhani üstadın mərhəmətinin təzahürüdür ki, mən onu sizlərlə bölüşürəm. Şagirdin ümdə borcu ruhani üstadın verdiyi biliyi başqalarına ötürməkdir. Ona görə mən bölüşdüyüm bilik hamısı mənim ruhani üstadıma məxsusdur. Fəsil 18, mətin 61. Sanskrit belədir. İşvara sarva bhutanam, İşvara sarva bhutanam, Hridesh Arjuna tishtati, Hridesh Arjuna tishtati. Brahmayan sarva bhutani, Brahmayan sarva bhutani, Yantra rudani mayaya, Yantra rudani mayaya. Bu Bhagavad Gita'nın məşhur beytlərindəndir. Yəni, Bhaktivedanta Swami Srila Prabhupādanın sitat gətirdiyi beytlərdəndir. Tez-tez. İşvara sarva bhutani, Hridesh Arjuna tishtati, Brahmayan sarva bhutani, Yantra rudani mayaya. Yantra rudani mayaya, bu yantra maşın deməkdir. Bu beytdə Krishna deyir ki, fiziki bədən maddi təbiətin təqdim elədiyi mürəkkəb bir mexanizmdir, maşındır. Çünki yantra maşın deməkdir. Beytin Azərbaycan ilə tərcüməsi. Uca Tanrı hər kəsin ürəyindədir, ey Arjuna. O sanki maddi enerjidən düzəldilmiş maşınlarda olan canlı varlıqların səyahətini istiqamətləndirir. Uca Tanrı hər kəsin ürəyindədir, ey Arjuna. O, sanki maddi enerjidən düzəldilmiş maşınlarda olan sürücü kimi də canlı varlıqların səyahətini istiqamətləndirir. Bhaktivedanta Swami Srila Prabhupādanın beytə izahı. Arjuna kamil biliyə malik deyildi və onun döyüşüb döyüşməmək barədə qərarı məhdud mülahizələrindən doğurdu. Tanrı Şri Krishna izah etdi ki, fərdiyyət hər şeyi özü həll etmir. Allah-Ali şəxs, yəni Krishna özü lokallaşmış yüksək can kimi canlı məxluqun ürəyində olaraq onu istiqamətləndirir. Canlı varlıq bədənini dəyişdikdən sonra keçmiş əməllərini unudur. Lakin keçmişin, indinin və gələcəyin bilicisi olan yüksək can onun bütün hərəkətlərinin şahididir. Buna görə də canlı varlıqların fəaliyyətini yüksək can istiqamətləndirir. Canlı varlıq nəyə layiqdirsə onu da alır. Yüksək canın göstərişi ilə maddi enerjidən yaranmış maddi bədən isə onun daşıyıcısıdır. Müəyyən növ bədənə salındığına görə canlı varlıq bədənin imkanları daxilində hərəkət etməyə məcburdur. Sürətlə hərəkət edən avtomobildə əyləşmiş adam az gücü olan avtomobildəki adamdan daha tez hərəkət edir. Az gücə malik avtomobildəki adamdan daha tez hərəkət edir. Sürətlə hərəkət edən avtomobildə əyləşmiş adam.
Eləcə də canlı varlığın keçmiş arzularına müvafiq olaraq hərəkət edə bilməsi üçün maddi təbiət ali canın əmri ilə ona müəyyən növ bədən verir. Canlı varlıq müstəqil deyil. İnsan özünü Allah ali şəxsdən qeyri-asılı hesab etməməlidir. Fərdiyyət daim onun nəzarəti altındadır. Buna görə də insanın borcu özünü Allah ali şəxsə həsr etməkdir və növbəti beyt bunu tövsiyə edəcək. Bhaktivedanta Swami Srila Prabhupādanın 61-ci mətnə verdiyi izah bax buydu. Bu beyt Bhagavad Gita'nın Srila Prabhupada tərəfindən sitat gətirildiyi məşhur beytlərdən biridir. İşvara sarva bhutanam hrideyişi arjuna tishtati brahmayan sarva bhutani yantra rudhani mayayam. Tanrı hər kəsin ürəyindədir, Arjuna. O sanki maddi enerjiden düzəlmiş maşınlarda olan canlı varlıqların səyahətini istiqamətləndirir. Bu ne üçün? Srila Prabhupada bunu həmişə sitat gətirir özünün mühazirlərində. Çünki insanlar daim özlərinin, biz insanlar daim özümüzün dolaşıq həyatımızın o dolaşıq momentlərində, dolaşıq anlarında biz həmişə bu və ya digər çətinliklərlə, problemlərlə, istiraplarla üzləşəndə hökmən narahatçılıq hissi keçirdirik, çox böyük təşviş hissi keçirdirik və hökmən də insan neyinir? Səbəb axtarır. Həmişə səbəb axtarırıq biz. Niyə görə bu oldu? Ne üçün oldu? Mən nə elədim? Yaxud da ki, ən yaxşı halda insan fikirləşir ki, mən nə elədim? Pis halda da insan başlayır özündən qıraqda ədalətsizlik görməyə, axtarmağa səbəbkar, özünün istiraplarına, əzablarına, əziyyətlərinə, problemlərinə. Bu biz insanların, xüsusilə də bu dəmir dövrünün biz düşün, cılız və aciz insanlarının xarakterində olan çox parlaq bir keyfiyyətdir. Bu necə baş verir? Biz özümüzü cisimlə eyniləşdirmə dünya görüşü, bədənlə eyniləşdirmə dünya görüşü. Bu çox bərk-bərk oturubdur. Dəmir dövrünün biz insanların canında, təbiətində çox bərk-bərk oturubdur. Biz özümüzü çox, necə deyirlər, həddən artıq fiziki bədənlə eyniləşdirmək mədəniyyətinə malikik, təhsilinə malikik, son nəticədə dünya görüşünə malikik. Ona görə də bax, bugün planetin üstündə bu cür sivilizasiya mövcuddur. Bax, bu hal-hazırki sivilizasiya bədən, mən bədənəm sivilizasiyasıdır, hər tərəfli. Bunun da əsasında, fundamentində duran ən ümdə məsələ bunun ideologiyasıdır. İdeologiyası, yəni təhsil sistemi. İdeologiyanı kim verir? Təhsil sistemi. Ona görə Bhaktivedanta Swami Srila Prabhupada dönə-dönə özünün söhbətlərində, mühazirələrində həmişə təkrar edir ki, dünyada deyir, böyük-böyük universitetlər, elmlər akademiyaları, böyük-böyük elmi mərkəzlər mövcuddur, məşhur, düzdür. Amma deyir, bircə dənə elmi mərkəz yoxdur ki, haradakı insanı izah edirlər ki, sən kimsən. Ruhi can haqqında bir elmi bir dənə mərkəz yoxdur, ruhi can. Yəni, mən kiməm, mənim təbiətim, Tanrı kimdir. Bu barədə deyir, bir dənə də elmi mərkəz yoxdur. Bütün mövcud ölkələrin hamısında da olsun, Avropası, hansı ki, dünya ondan dırnaq arası nümunə götürməyə çalışır. Olsun elə bizim yaşadığımız ölkə, olsun Amerika, Rusiya, fərqi yoxdur. Yəni, dünyanın hər yerində elə təəssüflər olsun ki, Hindistanın özündə də. Srila Prabhupada bunu deyirdi. Ki, can barəsində bir tədris sistemi yoxdur, təhsil sistemi yoxdur. Bu deyir, nə də bu bədbəxtlikdir, bilirsiniz. Ona görə də bizim bax, bu cür təhsil sistemi, bu cür ideologiyası, bu cür sivilizasiyamız, bu deməkdir ki, biz
Həqiqətdən çox uzaq düşmüşük. Reallıqdan çox uzaq düşmüşük. Həddindən çox illüzyon ağuşunu da qərq olmuşuq. Bu səbəbdən də özünü cisimlə eyniləşdirmə mədəniyyəti, təhsili, sonra canım sizə desin, sonra idarə sistemi, iqtisadi sistem və s. Yəni bütün məişət, bütün quruluş bədən, mən bədənəm üzərində durubdur. Ona görə də, məhz ona görədir ki, planet bax bu qədər parçalanıbdır, insanlar bax bu qədər parçalanıblar. Xırda millətlərə, xalqlara, dövlətlərə, sonra dünyanı bölüşdürülüblər. Mənim yadıma gəlir, biz 10-cu sinif tarixini oxuyanda orada dünyanın bölüşdürülməsi bəhsi var idi. Dünya, planet bölüşdürülübdür. Bu, bilirsiniz, bu nəyin səbəbidir? Bax, həmən bax bunun. Bax, bu mən bədənəm fəlsəfəsinin, biliyinin, elminin, dünya görüşünün nədir? Fəsadıdır, fəsadı. Mən bunu fəsad adlandırıram. Bugünkü insanların bax belə parçalanması. Xırda millət. İmkan versən, cəhalət elə bir şeydir ki, imkan versən bir də baxarsan ki, bir ölkə hələ o xırda kəndlərə qədər parçalana gedəcək. Bir kənd o birisi kənddən arasında sərhəd qoyacaqdır. Necə ki, görürsən, bugünkü gündə, bax bugün hal-hazırda bu söhbətimizi verdiyimiz gündə Ukrayna ilə Rusiyanın arasında böyük bir ixtişaş baş veribdir. Hansı ki, hər nöqteyi nəzərindən eyni bir insandırlar, hər nöqteyi nəzərdən. Amma təsəvvürə gətirsiniz ki, tapılıb insanlar ki, iddialıdırlar ki, biz başqa insanlarıq. Tapılıb da, bax beləsi, Ukraynada tapılıb da belə insanlar ki, iddialıdırlar ki, yox, biz başqayıq, onlar başqadır. Bu demonik əhval-ruhiyyədir, bu biləsiniz. Demonun əhval-ruhiyyəsi bilirsiniz nədir? Bunu Şirmad Bhagavatam deyir, bunu Pyotr Pervi deyilən Rusların böyük çarı tətbiq eləyirdi. Bizə nədir? Demon əhval-ruhiyyəsi biz nədir? Parçalı hökm elə. Razdiləy vlastovi. Parçalı hökm demon əhval-ruhiyyəsidir. Amma möminlər görürsünüz, gəlirlər, birləşdirirlər. Bəs Məhəmməd Peyğəmbər, axırıncı dəfə gələn Peyğəmbər, görürsünüz, gəldi, birləşdirdi. Nə qədər xalqları birləşdirib bitinin ətrafında, nə qədər dövlətləri birləşdiribdir. Yəni, möminlər Allahın iradəsini həyata keçirirlər. Allahın iradəsinə də birləşin, bir olun. Çünki tək Allah təkdirsə siz nətər bu qədər belə parçalana bilərsiniz. Rəngərənglik başqa şeydir, parçalanmaq başqa şeydir. Bunların arasında fərq var, eyni şey deyil. Ona görə bax, bu müasir dövrdə planetdə bu cür belə parçalanma, xırda millətlərə, dövlətlərə, dinlərə, bir dinin içində parçalanma gedir. Görürsünüz hələ, bir dində bax, məsələ bu hinduizm özü, nə qədər onun içində cürbəcür şeylər var. Yollar, qollar, nə bilim, cürbəcür ibadətlər, elə İslam dini özü, Xristiyan dini özü. Bir dinin içində görün nə qədər müxtəlif şeylər var. Bunlar hamısı biz bu maddi dünya gəlmiş ruhi canların Allahlıq iddiasının təzahürüdür. Biz bura ne üçün gəlmişik? Biz bura gəlmişik Allahlıq eləməyə. Bu cürdə Allah çəkilib durub elə yerdə ki, biz onu nə görmürük, nə də duymuruq. Biz onu nə görmürük, nə də duymuruq. Amma bəla da ondadır ki, deyir o, paradoks da ondadır ki, o uzaqda deyir, o Quranda deyir, boynuzun şah damarından yaxanam. Elə bizim qəlbimizdədir. Və biz onu görmürük, nə də duymuruq. Və bu bugünkü beyt, bax, bunun üzərində qurulur. Tanrıca Tanrı hər kəsin ürəyindədir, Krishna deyir, Arjuna. O bizim ürəyimizdədir, biz onu nə duymuruq, nə də görmürük. Bax, bədbəxtliyimiz bizim bundadır, belə bir yerdə yaşayırıq. Ki, biz Allahlıq iddiası ilə gəlmişik bura. Bizə o lazım deyil. O, Bhaktivedanta Swami Srila Prabhupadadan deyilir ki, sən Allahı görürsən, deyir, hər dəqiqə, hər saniyə, hər an. Siz də görə bilərsiniz. Deyir ki, amma sizin gözünüzdə materializm kataraktası var. Materializmin kataraktası. Mən sizin gözünüzdən o materializm kataraktasını gərək birinci əməliyyat eləyim, çıxardım. Ondan sonra siz Allahı görəsiniz.
Bax, biz səhərdən bundan danışırıq. Materializm, mən bu bədənəm, kataraktası, katarakta. Materializm nə demək? Materiyada özün maddiyyatla eyniləşdirmək. Özün maddiyyatla nə qədər güclü eyniləşdirirsən, o qədər nə ruh, nə də Allah sənin gözünə görsənməyəcək. Çünki materiya illüzor enerji deməkdir. Maddiyyat Tanrının illüzor enerji deməkdir. İllüzor adından göründüyü kimi deməli bu illüziya yaradır. Yəni bu nə deməkdir? Sən də ona qərq olmusansa, deməli sən illüziya qərq olmuşsun da. Biz deməli həmin illüziya qərq olunmuşuq. İllüzor enerjində nümayəndələrdir ki, dinlərdə onlara deyirlər şeytan, iblis, satana və s. və s. Bütün bu negativ şey, demonlar. Hamısı onun xidmətçiləridir hamısı. Küllü miqdarda da olan sayı hesabı yoxdur. Ona görə Tanrı bizim gözümüzdən, bax bu həbsxanada, əbədiyyətin həbsxanasında Tanrı bizim gözümüzdən nə elibdir? Gizlənibdir. Özünü gözlə görünməz elibdir. Çünki biz onu görmək istəmirik. İndi ona görə Prabhupada deyəndə ki, sizin gözünüzdə materializm kataraktası var. Yəni Azərbaycan dilində görməyə gözüm yoxdur sözünün 2 dənə izahı var. Görməyə gözüm yoxdur. 2 cür izah eləmək olur. Həm bunu hərfi mənada görməyə gözüm yoxdur, həm də məcazi mənada. Biz kimlənsə aramızda soyuqluq düşəndə, nə deyirlər, umuküsü düşəndə, onun adını həmən adamın adını yanımızda çəkəndə deyirik ki, mən onu görməyə gözüm yoxdur. Yəni mən ona nifrət edirəm. Elə bir nifrətin başqa cür ifadə formasıdır bu. Bir kiməsə nifrət edəndə biz deyirik ki, onu görməyə gözüm yoxdur. Eyni zamanda da Şrila Prabhupadanın dediyi. Şrila Prabhupada da deyir ki, materializm kataraktası bizi sənin gözünün qabiliyyəti çatmaz. Görmə qabiliyyətin sənin deyir çox məhduddur. Bizim görmə qabiliyyətimiz həddindən çox məhduddur o dərəcədə ki, gözümüz qaşımızı görmür. Gözümüz qulağımızı görmür. Bunun üçün gərək güzgüyə baxaq. İndi biz bununla necə görə bilərik Allaha və ruhu? Ona görə də bizim Tanrıya bu iki münasibətin ikisi də var. Bizim onu gözümüzü görməyə gözümüz yoxdur, nifrət mənada. Eyni zamanda bizim fiziki cəhətdən bizim gözümüzün bu qabiliyyəti yoxdur. Görmə qabiliyyətimizin gücü çatmır. Bizim görmə qabiliyyətimiz belə də yarı kör bir şey. Biz əslində yarı kör, yarı görür. Ondan ötürü ki, deyir o məişət üçün də bizim gözümüz ancaq məişət işləri üçündür. Yeməyi yeyəndə məsəl üçün qulağımızı aparmayaq, ağzımızı aparaq. İndi bizim o görməyə gözümüz yoxdur, Tanrı nifrət. Bu maddi dünyaya gələn canlı varlıqların hamısının canında var, hamımızın canımızda var bizim Tanrıya qarşı negativ münasibət. Əks halda bu qədər negativ şeylər hardan ortalığa çıxır? Bu qədər negativliklər. Deməli, ona görə də o bizə özünü göstərmir. Kimsə bizə nifrət eləyirsə, ya biz kiməsə nifrət eləyirik, görməyə gözümüz yoxdur. Biz onunla həmişə yayınırıq, həmişə gen gəzirik. Həmişə gen gəzəcəyik, yayınacağıq, istəməyəcəyik onu görək, ya da o da istəməyəcək bizi görək. Ortada münasibətdə problem var. Deməli, ona görə bizim bu maddi dünyada yaşayan biz canlı varlıqlar özümüzü cisimlə eyniləşdirib, cismani dünya ilə özümüzü eyniləşdiririk bu maddiyyatla. Mən bədənəm, bədən hara məxsusdur, bu deyil, bu maddi enerji. Ona görə bütün gücümüz, qüvvətimiz, istedadımız, qabiliyyətlərimiz, bunların hamısı həsr olunur ancaq bu maddiyyatın üstünə. Bu bədən, bu dünyanın işlərin üzərində qurulub hər şey. Təhsil sistemi, materializmin ideologiyası ancaq bu maddiyyatın üzərində qurulubdur. Maddi bədənin üzərində. Çünki mən özümü bu dünyanın hissəsi hesab edirəm. Bildiniz nətər? Mən özümü buranın bir hissəsi hiss edirəm. Bu torpağın, sonra konkret olaraq onun bir yerin götürüb onun adını vətən qoyuram. Bax, bu vətənin. Bunlar hamısı yüksək idealların, yüksək amalların aşağı səviyyələrdə təzahürüdür. Bildinizmi? Yəni mənim qəlbimdə Allaha əbədi əzəli sevgi var, yaradana.
Mən onu tanımıram, mən onu görmürəm, mən onu duymuram. Həmən sevgini yönəldirəm onun başqa təzahürlərinə. Maddiyyat da Tanrının enerjisidir. Özü Bhagavad Gita'da deyir. Həmin buyurdu, Dayviyeşə qunamaya, mamamaya durat edir. Üç qunadan ibarət olan maddi enerji mənim ilahi enerjimdir. Yaxud da ki, o, su, hava, torpaq deyir, mənim ayrılmış enerjilərimdir. Yəni, istənilən halda maddiyyat da Allaha, Krishna məxsusdur. O ne? Krishna'nın enerjiləri hamısı. Ona görə biz onun özünü tanımırıq, özünü unutmuşuq, özünə biganəyik daha doğrusu. Ona görə onun nədir? Onun bu və digər enerjilərinə sitayiş edirik, sevirik bərk-bərk. Mən vətənimi sevirəm. Allaha olan sevgi deyə bilirsiniz. Yönəldirik onun enerjisinin üstünə, bu və digər enerjisinin üstünə. Mən valideynlərimi sevirəm, övladımı sevirəm. Bunların hamısı Krishna'nın enerjisi, Krishna'ya məxsusdur. Və biz həmən bu sevgini toplayıb Krishna'nın üstünə yönəldəndə o bütün bu mövcud sevgilərin hamısının ən mükəmməli, ən kamilini əldə edirik. Deyir, məsəl üçün, Prabhupada buna belə bir məsəl çəkir. Prabhupada deyir, insan yaşadığı ölkənin istifadə elədiyi bütün nələrə görə müxtəlif gedib nazirliklərə, müxtəlif təşkilatlara gedib nə edə bilər? Naloq ödeyə bilər, vergi ödeyə bilər. Sudan istifadə edirik, ödəyirsən, qazdan istifadə edirsən, ödəyirsən, işıqdan istifadə edirsən, nə bilim, bu və ya digər ticarət edirsən, ödəyirsən. Sonra o mağazin açanlar daha yaxşı bilər bunu. Sonra nə bilim, yanğın söndürənə ödəyirsən, sonra nə bilim, ekologiya ödəyirsən. Belə deyil. Deyirəm, əgər bir dənə pəncərə açılsa hardasa, deyirsən ki, bax, aparsan bura ödəyirsən, bildiyin, aparsan bura ödəyirsən, hökumət özü bölüşdürəcək hamısı hara lazımdır. Bu daha asandır, elə deyir. O varsan bir dənəsinə verirsən, hamısını bir yer toplayırlar, summa bir dənə alınır, verirsən, hökumət özü müəyyənləşdirir ki, kimə nə göndərirsə, hansı təşkilata nə verəcək. İş asanlaşır, elə deyir. Nəinki düşəsən bir onları ödəyəsən. Və yaxud da ki, başqa bir nümunə gətirir. Prabhupada deyir ki, ağaca qida və ya su vermək istəyirsən də, tutasan ağacın bütün budaqlarını, yarpaqlarını bir dənə sulayasan, qidalandırasan. Bu asan məsələ deyil, elə deyil. Deyən ağacın dibini deyir, boşaldırsan, lazım olan kübrəni verirsən, suyu verirsən, bütün yarpaqlar, budaqlar hamısı onu alır. Prabhupada belə misallar çəkir. Və yaxud deyir ki, bizim bədənimizin əli, ayağı, gözləri, bütün gör bədənimizin nə qədər üzvləri var. Bunların hamısı bir dənə yedizdirmək mümkün deyil axı. Bir dənə mədəyə yeməyi göndərsən, mədə razı qalandan sonra bütün bədən hüceyrələrinə qədər bədən məmnun qalır. Hətta belə bir Şrila Prabhupada belə bir dənə məsəl də çəkir. Deyir ki, günlərin bir günü bədənin üzvləri üsyan edirlər. Deyirlər, bu nədir, biz gedirik, gətiririk, özümüzü çabalırıq filan, ancaq mədənin işi ancaq yeməkdir. Belə olmaz, biz bundan sonra mədəyə verən döyürük. Bunlar tətil edirlər, heç nə eləmirlər, mədəyə heç nə vermirlər. Bir müddət keçir, baxırlar ki, hamısı zəifliyə gedir. Əllər, ayaqlar, gözlər, bütün orqanlar, bütün üzvlər hamısı başlayırlar zəifliyə getməyə. Təzədən bir də yığıncaq keçirdirlər ki, bu nə məsələdir, biz hamısı zəifliyə gedirik. Bir dənə baş oradan məsləhət edir ki, başa düşmürsünüz ki, bizim yolumuz ancaq mədəni yedizdirməkdir. Mədəni yedizdirmək variantı yoxdur. Bir də təzədən yığışırlar, təzədən başlayırlar, mədəni yedizdirlər, hamısı təzədən özünə gəlirlər. Bu Tanrı məhəbbəti, sevgi, Tanrıya yönəltməyin nələridir, nümunələridir ki, Tanrı da belədir ki, 33 milyon mələkə bütün kainatı idarə edirlər. Bütün bizim bədən üzvlərinin hamısını edirlər. Yaxud da ki, insan, küllü miqdarda insan bu dünyada borcları var ki, əcdadların qarşısında. Biz burada bizim borcda olmadığımız bir dənə qarışqa da yoxdur bu dünyada. Bizim hamıya borcumuz var burada. Hamının qarşısında borcluyuz. Valideynlərin, doğulduğumuz torpağın, ulu babalarımızın, müəllimlərimizin, canım sizə desin, qohum əqrabaların, hamının qarşısında, başqa canlı varlıqların qarşısında, hamısının qarşısında borcluyuq biz.
Və insan o borcu ilə ölüb gedirsə, o təzədən doğulur, təzədən. Çünki borclu ölüb getmək demək ki, qayıtmalısan ki, borcları ödəyəsən. Hər dəfə borclu qalıb gedirsən. Düzdür. Və o borcları ödəmək üçün də Vedalarda silsilə bilik var ki, belə cürbəcür yaqyalar, qurban mərasimləri, cürbəcür ayinlər, cürbəcür şeylər qoyulub orada ki, kimlərə, hansı mələklərə hansı borclar ödəmək, hansı formada. Amma burada Şrila Prabhupada deyir ki, bir dənə Krishna razı salsanız, Krishna Allah ali şəxsdir. Bütün bu hamısı Krishnaya məxsusdur. Amma bir dənə tək Allahı razı salsanız, bir dənə Krishnaya razı salsanız, bütün bu şeylərin hamısı sizdən razı qalacaq, məmnun qalacaq. Görün, işin asanlaşmağı budur. O da hardadır? O da bizim qəlbimizdədir. Bu deyir, Krishna deyir, uca Tanrı hərəkəsinin ürəyindədir, Arjunam. Biz Tanrını razı salmaq. Ona görə də ulu babalarımız, nənələrimiz həmişə dönə-dönə elə görürsünüz nə qədər möhtəşəm şeydir bu ki, tarixin dərinliklərindən, ənginliklərindən müdrik ulu babalarımızdan gəlirik. Deyirlər ki, ay bala, elə Allaha xoş getsin. Elə Allaha xoş getsin. Şrila Prabhupada deyir ki, bu dünyada sözün əsl mənasında real müvəffəqiyyət və uğur qazanmağın düsturudur. Elə Allaha xoş getsin. Sən hərəkəti, nitqin və düşüncələrin Allaha xoş getmirsə, dünyasında sənə xoş getməyəcək, məmnun qalan döysən necə o? Mümkün olan şey, bu faktdır bugünkü gündə insanlar. Nə eləyirlərsə məmnun deyirlər. Nə qədər pul toplayır, nə qədər var dövlət toplayır, nə qədər sərvət toplayır, nə qədər zənginləşir, nə qədər həzz alır, baxırsan, məmnun deyil ki, deyil. Buna sübut nədir? Bu adam getdikcə əxlaqdan uzaqlaşır. Getdikcə bu insan özünün müsbət keyfiyyətlərindən məhrum olur. Özündə ancaq mənfi keyfiyyətləri inkişaf elətdirir, pis vərdişləri inkişaf elətdirir, xudpəsəndlik, bicanəlik, soğuqqanlıq, canımsə desin, təkəbbürlülük, lovğalıq, şöhrətpərəstlik, özündən razılıq və s. Negativ keyfiyyətlər inkişaf elə gedir. Bu nədir? Bu nə əldə eləmək, bu nə zənginləşmək, bu nə xoşbəxtlikdir ki, sən getdikcə ancaq negativ keyfiyyətlərlə dolursun. Düzdürmü? Bu sübutdur ki, bu məmnun deyil ona görə. İnsanda pis vərdişlərin, qeyri-məmnunluqların, narazılıqların sürət arta-arta getməyin səbəbi o demək ki, o məmnun deyil. Nəyə görə? Çünki Tanrı məmnun deyil. Allaha xoş getmir. Birinci Allaha xoş getməlidir. Birinci o həzz almalıdır ki, sən həzz alasan. Çünki o özü deyir ki, Boktaram yagya tapasam sarvaloka mahashvaram. Boktaram həzz alandır. Ən ali həzz alan mənəm və hər şeyin sahibkarı mənəm və hər birinizin ən yaxın dostu mənəm. Bax, bu üç dənəsini dərk eləyən insana deyirlər dərrakəli insan. O günəş birinci çıxır qaranlıqdır. Qaranlığı birinci, biz qaranlıqda heç nə görmürük. Günəş çıxır, hər yeri görür. Birinci günəş görür. Ondan sonra biz görürük. Günəş görmədiyi yeri insan görə bilməz. Belə deyil, belədir. Bizim süni işıqlandırmamızın özü belə günəşin işığıdır. Günəş çıxır, görür, ondan sonra biz görürük. Ona görə də Tanrı məmnun olmayan şey insana heç vaxt məmnunluq gətirmir. Qeyri-mümkün deyil. Bu mümkün olan şeydir. Birinci Tanrı məmnun olmalıdır. Ona xoş getməlidir. Sistem bu cürdür. Qayda bu cürdür. Budur. Biz başa düşdük, düşmədik. Dərk elədik, elədik, eləmədik. Anladıq, anlamadıq, inandıq, inanmadıq. Bu belədir. İnsanın Allaha xoş getməyən hərəkəti, sözü, düşüncəsi o insana heç vaxt məmnunluq, rahatlıq, xoşbəxtlik gətirməyəcək. Hələ xoşbəxtlik o tərəfə qalsın, həzz o tərəfə qalsın, rahatlıq gətirməyəcək. Ona görə də hamı narahatdır. Amma qeyri-məmnundur. Həmən bu narahatçılığı, qeyri-məmnunluğun yerini süni şeylərlə doldurur bugünkü insan. Həmən bax bu qeyri-məmnunluğun hansının ki, Tanrı məmnun deyil, razı deyil, hansı qəlbindəki Tanrı. Onu insan, müasir insan, onu süni şeylərlə doldurur. Bax, bütün müasir dövrdəki yaradılmış süni tələbatların hamısı bu kateqoriyadandır, hamısı. Süni qidalar, süni
dəzgahlar, süni avtomobillər, süni tələbat vasitələrdə, telefondur, soydur. Ümumiyyətlə bunların hamısı süni tələbat kateqoriyasındadır. Bugünkü məişətdə olanların hamısı süni tələbat kateqoriyasındadır. Hamısı. Bildiniz, texnologiya, elmi texniki tərəqqinin özü başdan ayağa qədər süni tələbat kateqoriyasındadır. Bildiniz? İrad tuturlar ki, sən özün istifadə edirsən, əlində telefon elmi texniki tərəqqi məhsuludur. Bax, belə insanlar var. Həmən dəqiqə adamın qabağına cütləyib qoyurlar. Bəlkə sizə tanışdır. Amma başa düşmür ki, əgər Tanrının bu və ya digər təbliğ edən Tanrıdan yayan insan, ruhi, ilahi biliyi verən insan bu və ya digər texnologiyanın istifadə edirsə, o deməkdir ki, onun ehtiyacı var. Yox. O onu bu biliyə ehtiyacı olanların ehtiyacını ödəmək üçün istifadə edir. O rus dilində belə bir söz var. Klin kliban vışıbayt deyir. Biz nə dərik? Tikanı iynə ilə çıxardırıq da. Və hatta ki deyir ki, qorxunu qorxu ilə eləyirlər o şeylər. Çıldaqxanada qorxu ilə qorxunu çıxardırlar insandan. Buna görə biz texnologiyanın elə bax bu texnologiya bəlasına tutulmuşların özünün bundan azad eləmək üçün istifadə edirlər. Ona görə yox ki, bundan buna ehtiyacı var. Məhəmməd bin Əsədullah bəyin mobilni telefonu var idi. Yoxsa Həzrəti Əli əleyhissalamın raketi var idi, atom bombası var idi. Yox idi onları. Onların ehtiyacı da yox idi. Demək bu süni tələbat ya süni tələbatların hamısının səbəbi nədir? İnsan qeyri-məmnunluğudur. Süni bugün girirsən bir dənə supermarketə girin, insana içməyə su lazımdır, yeməyə çörək lazımdır, qatıq süd, meyvə tərəvəzdən. Amma girin supermarketə görəsiniz orada bankaların, butulkaların rəngarəngli ağzına qədər doludur rəngarəng. Bunların hamısı süni tələbatdır da. Hamısı özdə başdan ayağa qədər hamısı nədir? Ziyanlı, insanın real sağlamlığına ziyanlı olan şeylərdir. Və bunu biz yaratmışıq. Süni tələbat, süni həyat. Bildiniz, süni həyat. O dərəcədə cismin komfortunu artıra gedirik ki, o bizi getdikcə də uzaqlaşdırır həqiqətdən. Həzrəti Məhəmməd Peyğəmbər sallallahu deyirdi ki, cismizə nə qədər komfort yaratsanız, ruhunuz o qədər istirab çəkəcək. Təəccüblənir, deyir ki, Allah deyir, insanlar deyir, dayanmadan özlərinə rahatlıq yaratmaqdan yorulmurlar. Amma Allahın planında bu yoxdur. Və insanın dayanmadan özünə rahatlıq yaratmasının səbəbi nədir? Hər birimiz özümüzdə, rus demişkən, samanaliz, özümüzü analiz eləməklə bu şeyləri görə bilərik. Bildiniz, yəni buna heç sübut dəlil gətirmək lazımdır. Görəsə bizi nə vadar edir, insan nə vadar edir özünə burada rahatlıq yaratmaq. Cismani bədən həddindən ziyada bədən konsepsiyası, həddindən ziyada özünü bədənlə eyniləşdirmək, ruhi tələbat və ehtiyacları tamamilə yaddan çıxartmaq, qırağayət eləmək. Çünki ruhi insan özünün ruhi tələbat və ehtiyaclarını ödəmək yoluna duranda Allahı razı salmaq yoluna. O insanın bütün bədən tələbatları avtomatik düşür minimumu. Avtomatik düşür. Ona görə Həzrəti İsa əleyhissalam nə deyirdi? Deyirdi, varlı o kəs deyil ki, çoxa malikdir. Varlı o kəsdir ki, nə qədər aza qanedir. Nə qədər aza qane bilsiz nə deməkdir? Kasıba demir, elə kasıb gündə başına gözünə döyəndir. O eləsinə deyirlər ki, get, bundandırsa get varlan da. Kasıb demir Həzrəti İsa əleyhissalam. Deyir ki, nə qədər aza qani olmaq, o deməkdir ki, bu insan nə qədər cismani tələbat və ehtiyaclarını özünün ruhi dirçəlişinə rəğmən minimuma indirə bilibsə, o qədər o insan varlıdır. Nədən? O özünün ruhi potensialından varlıdır ki, cisimdən minimum götürür. Ehtiyacı qədər. O, Şirmat Bağatdan beyt var, həmişə deyirdim. Deyir ki, Tanrı deyir ki, hər kəsin məndən ehtiyacı qədər götürməyə haqqı var. Ehtiyacından artıq istəyənlər uğuru sayılmalıdır. Hələ istəyənlər orada yazılıb. Görün, götürənlər nə gündədir. Ehtiyacından artıq istəyənlər uğuru sayılmalıdır və onlar maddi təbiət qanunları tərəfindən hökmən cəzalandırılacaqlar. Gördüyünüz nətər? Və orada sual verirlər ki, ehtiyac nə deməkdir? Deyir, ehtiyac ruhi bədəndə saxlamağa bəs eləyənə deyirlər.
Bildinizmi? Bax buna Həzrət İsa əleyhissalam deyir ki, nə qədər aza qanidirsə, o qədər çox varlıdır o. Və bu süni bizim o həyatımızın bugünkü gündə cürbəcür süni təmtəraqlarla dolmasının səbəbi odur ki, qəlbimizdə Allah məmnun deyil. Tanrını razı salmırıq. Tanrını razı salmırıq. Bildiniz, Tanrı narazıdır. Tanrının narazılığı da onunla deyil ki, onun özünü razı salmağı. Yox, Tanrının narazılığı bizim ruhi şəxsiyyətimizi kənara itərləməyimizin başındadır. Tanrı bundan narazıdır ki, sən onun özünün məmnun qalmağı ancaq o deməkdir ki, o dirəşir ki, mən yox. O deyir ki, sən elə hərəkət eləyirsən ki, sən ruhun qidalanmır. Sən özü ruhi şəxsiyyəti adından çıxartmırsan. Sən özü ruhi şəxsiyyəti qurban vermirsən. Sən onu satmısan. Başa düşürsən, sən onu satmısan illüzor enerjiyə, mənim illüzor enerjimə. Bunun burada xariqələr yaratmaqla məşğulsan. Tanrını narazı salan budur. Buna görə də biz cismani təbiətimizlə özümüzü eyniləşdirib burada öz başımıza fəaliyyət həyata keçirdəndə öz başımıza düzdür, bugünkü gün kimi, bugünkü insanlar bizi əhatə edən sivilizasiya bunun bariz nümunəsidir. Tanrının yaddan çıxardıq öz başına fəaliyyət göstərəndə neyinirik? Biz o fəaliyyətin reaksiyaları var axı. O fəaliyyətin reaksiyaları gəlir. Ya bu həyatımızda, bəziləri bu həyatımızda gəlir, bəziləri bir böyük əksəriyyəti qalır növbəti həyata. Bizim növbəti bədənimizi formalaşdırır, bizim nitqimiz, düşüncəmiz, əməllərimiz, vasitəsini elədiklərimiz. Və bu bizim bədənimizi formalaşdırandan sonra bizi göndərir növbəti həyata. Bizi göndərir növbəti həyata, növbəti bədən almağa. Növbəti bədən alanda bundan əvvəlki həyatda elədiklərimizin hamısı başlayır bir təzahürləməyə. Toxumu əkmisən, başlayır cücərməyə. Bildiniz o atalar söz var ya bizdə. Nə əkirsən, onu da biçirsən də. Nə tökürsən aşağı, o da çıxır qaşığa. Bunlar çıxanda biz materialist dünya görüşünə malik isə, başa düşürsünüzmü? Materialist. Bu bizim üçün bu müəmma qalır başdan ayağa ki, bu nə olan şeydir axı? Bu nədir mənim başıma gəldi? Kimə nə eləmişəm axı? Hansı qonşunun toyuğuna daş atmışam? Bilmirsən bu həyatında. Amma Tanrı burada deyir Şila Prabhupada. Deyir ki, canlı varlıq bədənini dəyişdikdən sonra keçmiş əməllərini unudur. Şila Prabhupada deyir. Lakin keçmişin, indinin və gələcəyin bilicisi olan yüksək can, yəni Tanrı qəlbimizdəki, onun bütün hərəkətlərin şahididir. Buna görə də canlı varlıqların fəaliyyətini yüksək can istiqamətləndirir. Canlı varlıq nəyə layiqdirsə onu da alır. Gördünüz? Konkret. Şila Prabhupada bunu deyir. Müəyyən növbədən salındığına görə canlı varlıq bədənin imkanları daxilində hərəkət etməyə məcburdur. Məcburdur, düzdür. Bu şey var, o Quranın şeyindən mən Peyğəmbərdən belə bir şey demişdim, izahlarında, kitabdan. Orada yazılmışdı ki, Allah deyir, ruhi bədənə göndərəndə o ora getmək istəmir, deyir, qaranlıqdır. Deyir, ona qeybdən səs gəlirsən, öz başıva girmirsən ki, çıxanda da öz başıva çıxasan. Ya burada bax, həmən bax, burada bu məcburdur, görürsünüzdür. Ya burada bir məcburiyyət var, o məcburiyyətin arxasında nə durur? Sizcə nəyə görə ona hələ deyirlər ki, sən ora öz başıva girmirsən ki, çıxanda da öz başıva çıxasan? Deməli, məcburiyyət var, düzdür. Bəs insanı ora salmaqdakı məcburiyyətin arxasında hansı fəlsəfə durur? Bilirsiniz, hansı fəlsəfə durur? Çünki sən bu bədənə girməyin, bu bədəni sən özün yaratmısan. Bu sənin bundan əvvəlki həyatda öz başıva elədiyin əməllərin əks təsirindən yaranmış bədəndir. Sən özün bunu yaratmısan. Nə ilə? Bundan əvvəlki həyatındakı əməllərindən. Nitqin, düşüncən və əməllərindən. Ona görə də götür. Götür, xahiş edirik. Bunu biz bu şeydə, kainatda zibilxana yoxdur, tullayaq onu. Nəyi? Baxın, hətta biz, baxın, biz burada baxırsınız, insanlar təbiəti zibilləyirlər. Təbiətə zibil,
İnsan bumerang deyirlər, insan düşüncəsi ilə, nitqi ilə, əməlləri ilə nə qədər kənara çirk atırsa, onun hamısı xırda qramına qədər qayıdır o insanın üstünə. Hökmən. Hökmən ha. Bildiniz? Daha hətta burada bax bu maddi təbiət, maddi dünyanın belə ateist olmuş, materialist olmuş olsaq, maddi dünyanın da qanunlarında bu vardır ki, nə qədər zibil tökürsüz, hamısı qayıdır sizin öz üstünüzə. Nə qədər. Bu və ya digər formada biz onu duymaya bilərik, amma bu qanun ilahi qanundur, kainat qanunudur. Biz nə qədər, ona görə də bizim öz başına həyata keçirdiyimiz fəaliyyətlər, bunlara deyirlər karma. Karma çirk. Naxçıvanda, bilmirəm indi başqa yerlərdə, Naxçıvanda inəyin peynini aparırlar belə, mənim yadıma gəlir uşaqlıqda biz bunu edirdik. İnəyin peynini apardı, tökürlər bir yerə, sonra onu taftalayırlar üstünə. Biraz onun üstünə biraz quru səpəlirlər, quru peyin səpəlirlər, taftalayırlar. Belə döşək kimi alınır belə bir şey. Onun üstündə bütün uşaqlığımız onun üstündə dalaşmaqla keçirdi. Sonra o qalır bir müddət onu taftalayandan sonra xeyli yayın ortalarında onu kəsirlər, belə çevirirlər, qurudurlar, sonra qalaqlayırlar belə. Elə adına da qalaq deyirlər. Qalaqlayırlar. Sonra onu qışda yanacaq kimi istifadə edirlər. Bu Hindistanda bu böyük geniş yayılmış bir şeydir. Hindistanda inəyin peyini. Mən də bütün uşaqlığım boyu onu görmüşəm hamısını. Gözümün qabağında olub. Ona deyirlər kərmə. Kərmə. Kərmə karma deməkdir. Əslində karma sözü, kərmənin rus dilində desəz ancaq karma. Səsi yoxdur əgər, ancaq karma. Karma çirk deməkdir. Üst-üstə yığılmış çirk. Tapdalayırdıq, onun üstündə oynayır, adını da qoyduq karma. Kərmə, karma. Kərmə təzək. Həmən kərmə, həmən o karma sözüdür. Karmada, yəni bu beləcə bax, beləcə bizim istər yaxşı olsun, istər pis olsun. Əgər o istiqamətlənməyibsə, bizim ruhi dirçəlişməni Tanrı məmnun eləməyə, o düşür kateqoriya, ki, karma kateqoriyasına. Yəni o deməkdir ki, o sənə əvəz kimi qaytarılacaqdır. Sənə əvəz kimi qaytarılacaq. İstər yaxşı hərəkətin olsun, istər pis hərəkətin olsun. Onların ikisi də nədir? İkisi də karma kateqoriyasındadır. İkisi də karmadır. Pis karmada karmadır, yaxşı karmada karmadır. Yəni nəyə görə o hər ikisi çirk kateqoriyasındadır əslində. Hər ikisi çirk kateqoriyasındadır. Deyərsən ki, niyə görə bəs yaxşı karmada çirk kateqoriyasındadır? Bir də ona görə ki, o təzədəndən burada doğulmağa imkan verir, şərait yaradır. Təzədəndən doğulursan. Təzədəndən doğulmaq axı bu necə deyilir, bu bizim üçün nədir? Həbsxanaya qayıtmaq deməkdir. Bura əbədiyyətin həbsxanasıdır. Sən indi yaxşı iş görüb bura qayıdırsan, ya pis iş görüb bura qayıdırsan, nə fərqi var ki? Qayıdırsan da bura, hər iki halda. İdeya da ondadır ki, axı bura qayıtmayasan, insan həyatı ondan ötürdür ki, canlı varlıq bu həbsxanadan çıxsın. Şrila Prabhupādaya bir dənə jurnalist, Avropalı bir dənə soruşur ki, Swamiji, burada dünyada nə tər paryatka yaradaq? Səlqə səma. Prabhupada deyir, siz onu bacarmazsınız. Deyir, buranın əlacı, bura ondan ötürü deyir ki, burada paryatka yaradasınız. Bura ondan ötürü ki, buradan qaçasınız. Bu elə bir ki, çılpaq həqiqətdir. Bilirsiniz, Şrila Prabhupada bunu belə çılpaq həqiqət kimi vurur onun sifətinə. Bura əbədiyyətin həbsxanasıdır. Hansı dərrakəli və ağıllı insan həbsxanada şərait yaradar? Heç kim. Biz şəraiti də bu və ya digər yerdə ona görə yaradıq ki, oradan o istifadə eləyib oradan çıxaq da, yaxa qutaraq. Düzdür? Ona görə yaratmır ki, oturaq orada elə, belə. Bildiniz nətərim? Ona görə ki, bizə o imkan versin. Şərait o deməkdir ki, o imkan versin ki, mənim buradan qurtuluşumu təşkil edə bilim. Yaratdığım şərait imkan verməlidir ki, mənim buradan qurtuluşumu təşkil eləsin. Əgər mənim yaratdığım şərait mən buradan qurtuluşumu təşkil eləmək əvəzinə, hələ əksinə mən burada ilişib qalmağıma xidmət eləyirsə, bu mənim cahilliyimdir. Bax, buna Məhəmməd Fiyazatullah deyir ki, insanlar özlərinə rahatlıq yaratmaqdan yorulmurlar, Allahın planında bu yoxdur. Yəni, insanlar o rahatlığı yaradırlar ki, hansı ki onları burada dönə-dönə doğulmağına səbəb olacaqdır.
Ona görə deyir ki, ölürsüz dirildirik, ölürsüz dirildirik, ölürsüz dirildirik. Deməli biz şərait o dərəcədə olmalıdır ki, o mənim ruhi dirçəlişimə xidmət eləyir. Bildinizmi? Yox da o şərait əgər bunu aşırsa, ancaq hissi həzlərimin daha da komfortlaşdırmasına xidmət eləyirsə, bu o deməkdir ki, mən özümün srokumu artırıram burada. Bildinizmi? O həbsxanada öz sroku artırılır. Belə bir söz var, sroku artırmaq. Yəni mənim yaratdığım buradakı şərait mənim ruhumun qurtuluşu üçün bu həbsxanadan, əbədiyyətin həbsxanasından qurtuluşu üçün xidmət eləmək əvəzinə mən o daha da burada vəziyyətin ağırlaşdırsa, buna necə demək olar dərrəkəli insan? Məntiqi deyil, məntiqidir də. Ona görə də şərait o dərəcədə olmalı deyil ki, o mənim burada surukumu artırsın. Yəni, mənim yaratdığım şərait bədənin komfortu və hissi həzlərin daha da təmtəraqlaşmasına xidmət edirsə, mən cahil insanam. Bu demək ki, mən cahiləm. Müasir sivilizasiya bax budur, bax biz bu gündəyik. Ona görə bu saat hər yerdə sel aparmalar, zəlzələlər, filanlar, beşmanlar arta gedir ki, biz bu şeylərin hamısı nədir? Bu şeylərin hamısı Tanrının planına uyğun deyil. Məhəmməd Məsihullah demişkən, Tanrının planına uyğun deyil. Tanrı deyir ki, sən burada onun ötürü deyil. İnsan bədəni onun üçün deyil axı. İnsan bədəninə qədər mən bütün başqa canlıların bədənində sənə bütün imkanları verirəm ki, sən 4 dənə instinkti həyata keçirirsən, yeyirsən, yatırsan, sekslə məşğul olsan, nəsil törədirsən, özünü qoruyursan, ölürsən. İndi insan bədənində də ancaq bunlarla məşğul olsan, azmış ki, ancaq bunlarla məşğul olsan, hənə bunu təmtəraqlaşdırırsansa, da onda mən səni bir də təzədən qaytaracağam heyvan bədəninə. Başqa yol yoxdur. Bildi? Çünki insan bədəni ondan ötürüdür ki, insan bədənin tələbat və ehtiyaclarını mədəniləşdirsin, nəcibləşdirsin və onu sıfıra indirsin, minimuma indirsin. Bundan da yüksək odur ki, bədənin tələbat və ehtiyaclarının hamısını Tanrıya xidmətdə həsrləsin, Tanrıya xidmətə, Allah ali şəxsə xidmətə, bakti yoqada. Yemək qabiliyyətim, danışmaq qabiliyyəti, görmək, eşitmək, dad bilmək, ağlın, dərrəkən hamısını Tanrıya sədaqətli xidmətdə istifadə eləmək isə ən yüksək nədir? Ən yüksək tərki dünyalıq, ən mükəmməl tərki dünyalıqdır. İnsan bədəni bunu ötürü verir. Deyir, insan bədəni ümumiyyətlə zahidlik eləmək üçün verilir. İnsan bədəni, Peyğəmbər sallallahu demişkən, rahatlıq üçün verilməyib insan bədəni ruhi cana. İnsan bədəni zahidlik eləmək üçün verilir. Zahidlik məhrumiyyət deməkdir. Könüllü sürətdə ruhi dirçəlişin naminə, Tanrının razı salmaq naminə, cismin rahatlıq və komfortlarını, cismin tələbat və ehtiyaclarını minimuma indirməyə deyirlər zahidlik. Müasir dövrün zahidliyi 4 dənə prinsip əməl eləməkdir. 4 prinsip insanı qaldırır sözün əsl mənasında insan kateqoriyasına. 4 prinsip. Şila Prabhupada bunu deyir. Deyir, 4 prinsip insanı qaldırır insan kateqoriyasında. Bizdə var deyirlər, alim olmaq asandır, insan olmaq çətindir. Niyə? Bax buna görə. Müasir dövrdə alim olmaq üçün bu 4 dənə prinsip tələb olunmur. Gedin bax bizim təhsil müəssisələrinə, universitetlərə, institutlara, akademiyalara. Bax görün hansında bu 4 dənə prinsip təbliğ edirlər. Heç birində. Heç birində. Ona görə də mütəxəssis var, amma insan yoxdur. Bax o insan kateqoriyasını qaldırmaq üçün 4 dənə prinsip müasir dövrün zahidliyidir. İnsan bədəni zahidlik üçün verilibdir, ruhi cana. Bizlərə. Bizə insan bədəni zahidlik üçün verilibdir. Zahidlik. Könüllü surətdə ruhunun dirçəlişi naminə, həyatının mənası, mahiyyəti, təyinatı, ali məqsədi naminə və Tanrı son nəticədə Tanrı Allah ali şəxsi məmnun etmək naminə cismin tələbat və ehtiyaclarını mədəniləşdirirsən, akulturivanya, nəcibləşdirirsən. Və son nəticədə isə onu tamamilə Tanrıya xidmətdə həsr edirsən. İstifadə edirsən. Buna deyirlər, bunun üçün də 4 dənə prinsip həyata keçirmək insan həyatının, müasir dövrün insan həyatının nə idi? Mükəmməl zahidliyidir. 4 prinsip hansıdır? Heç bir canlı varlığını
başını kəsib qanın töküb ətini yemirsən. Ət yemir. Ətdir, balıqdır, yumurtadır. Zorakılıqdan imtina eləyirsən. İkincisi, heç bir biyuş maddə qəbul eləmirsən. Heç bir. Bu Quranda da yazılıbdır. Heç bir biyuş maddə qəbul eləməyin. Düzdür? Biyuş edici. Şila Prabhupada deyir ki, maddi dünya gələn canlıların hamısı sərxoşdular. Şeydilər də, yəni səfehik də biz, səfehik kateqoriyasındadır. Ağlını itirmişdilər. Hələ sən burada da biyuş edici maddə qəbul eləyəndə, biraz da elə bir sərxoşluğu neyəsən, biraz da eləyirsən, Dvaynoid, raynoid. Öyle değil. Bunlar nədir? Sigaretdir, içkidir. Ha? Yəni bir edici nə varsa hamısı. Ha? Kofedir, qara çaydır, sigaretdir, içkidir. Bunlar Krishna şuuru hərəkatının fədailərinin, üzvlərinin ciddi şəkildə əməl etdiyi prinsiplərdir. Krishna şuuru hərəkatı bütün planetə bunu təbliğ edir və üzvlər də bu şeylərə ciddi əməl edirlər. Heç bir canlı varlığı həyatından məhrum eləmir, zorakılıq işlətmir. Ət, balıq, yumurta bu şeyləri yemirlər. Heç bir biyuş edici maddə qəbul eləmirlər. Qara çay, kofe, şokolad, bildiyiniz nətərim, spirtli işi da demirəm, sigaretdir, narkotik tərkibli, heç nə. Üçüncüsü, heç bir mahinasiya, pul mahinasiyalarında iştirak eləmirlər. Cürbəcür, bax bu saat. Boğulur sistem bu, bax bu pul mahinasiyaların içində. Boğulur. Adını qoyurlar kredit, cürbəcür şeylər qoyurlar. Amma bu hamısı pul mahinasiyasıdır. Pul mahinasiyaları, sonra kumar oyunları, baxın, kumar oyunları bütün ölkənin, metronun ağzından çıxırsan, həmən dəqiqə sənə kumar təşrif edirlər. Gəl oynayaq. Loteriya götür. Kumar oyunlarıdır. Azarkeşlik eləyən, azarkeş oyunlar var. Nə bilim bu saat futboldur, o birisidir, bu birisidir. Azarkeşliklə də oldu. Ha. Dördüncüsü də nədir? Zinakarlıq eləməmək. Zinakarlıq, yəni özündə bu cür qabiliyyət inkişaf elətdirmək ki, həyat yoldaşından başqa bütün qadınlar anadır. Təhsil sistemində tələbələrə bax, bu 4 dənəsi təhsili verilməlidir. Bunun təhsili verilməlidir ki, tələbə bu şeyləri əməl eləsin. Bax, bu insan olmağın nə idi? Formula, düsturudur. Bu 4 dənə prinsipə əməl eləmək bizi aldığımız bədənə layiq eləyir. Mən təkrar eləyim. Bu 4 dənə prinsipə əməl eləmək biz ruhi canlıları aldığımız bədənə layiq eləyir. Bu bədən ondan sonra başlayacaqdır sözün əsl mənasında əsl rifahını nə eləməyə, verməyə insana. Bu maddi bədən. Bundan sonra başlayır müsəlman olmaq, xristiyan olmaq, Krishnaid olmaq və s. Birinci bu 4 prinsip. Bu zahidlikdir. İnsan bədəni zahidlik üçün verilib bizə. Biz o zahidliyi eləməyəndə, bundan əvvəlki mühazirələrdə biz bu üstə dayanmışıq. İnsan, biz bu zahidliyi eləməyəndə, Tanrının buyurduğu zahidliyi eləməyəndə, bizi həmən dəqiqə verirlər illüzor enerjinin himayəsinin altına. Həmən dəqiqə. Üçüncü variant yoxdur. Sən deyəsən, yox, mən nə oradayam, nə. Mən nə Tanrının dediklərini deyirəm, nə də illüzor, maya, illüzor enerji. Yox, belə şey yoxdur, şeytan. Belə şey yoxdur. Üçüncü yoxdur burada. 2 dənədir. Ya. Rus demişkən, ili. Ya sən Tanrının dediklərinə gedirsən, ya da onun illüzor enerjisinin himayəsinə verirlərsən. Get. O, İmam Cəfər Sadiq bunu belə demişdi. Yadınıza gəlir, mən deyirdim. İmam Cəfər Sadiq deyir ki, Allah maddi enerjini çağırdı yanına. Maddiyatı, maddi enerjini də, həmən illüzor enerji. Deyir ki, kim mənə xidmət edirsə, onlara xidmət elə. Görürsünüz, nə tərsizdir? Eyni fikirdir, bax, eyni həqiqətdir. Çünki Allahın səmimi bəndələrinə Tanrı eyni bir həqiqəti, müxtəlif formalarda desə, eyni bir həqiqəti deyir. İmam Cəfər Sadiq da səmimiyyətin simvoludur. Deyir, Allah ona dedi ki, get, mənə xidmət eləyənlərə sən xidmət elə. Sənə xidmət eləyənləri sən onlara iş ver, başlarını qarışdır. Gördünüz? Üçüncü söz demir ki o. Yox. 2 dənə şey deyir. Ya. Ya mənə, ya sənə. Öz enerjisi də Allahın maddiyatı. Əmr verir ona. Bildiniz nətərim?
İndi ona görə də biz zahidliyi Tanrının dediyi kimi eləməyəndə illüzor enerji deyir idi suda. Rus demişkən, gəl bura. Mən indi sənə öyrədəcəm onu nətə. Könüllü eləmsən indi dubinkanın altında eləyəsən. İllüzor enerjini dubinkasının altında eləyirsən. Gəl elim. Yəni məsəl üçün hökumətin qanununa kim könüllü sürətdə əməl eləyirsə, hökumət onun üçün şərait yaradır, gedir, nə yaşayır da, elə deyir. Hökumət qanunlara əməl elə, nə etsin elə də, elə deyir. Get ticarətlə məşğul olursan, düzdür. İndi söhbət normal şeydən gedir də. Amma sən hökumətin qanunlarını pozanda, həmən dəqiqə hökumətin nə deyirlər? Hüquq mühafizə orqanı sən əli qolu bağlayır, apar salır həbsxanaya və orada sən dubinkanın altında hökumətin başqa qanunlarına əməl edirsən. Elə deyil. Orada kimin ağzı nədir ki, həbsxanada desin ki, mən istəyirəm, eləyirəm, istəmirəm. Elə deyil. Bu eyni şeydir. Tanrının qanunlarına sən bir canə qalsan, onun dediklərini eləməsən, onda illüzor enerji deyir, gəl bura. İllüzor enerji, sən illüzor enerji qabağında heç bir milyardını qoya bilməzsən. Heç bir elmi kəşfləri qoya bilməzsən. Heç bir qabiliyyətinlə onun qabağında hoqqabazlıq elə bilməzsən. Yəni Allahın illüzor enerjisinin qabağında, şeytanın qabağında belə deyilir. Sən heç nə ilə hoqqabazlıq elə bilməzsən. Heç nə ilə. Bildiniz? Deyir, gəl bura. Ondan sonra bir də baxsan ki, sən başlayırsan, sən öz başıva yaşadığın həyatda, sən elə neylərlə, elə zahidliklərlə məcbur edir ki, gedəsən ki, elə məhrumiyyətlərə gedirsən, elə itkilərə gedirsən ki, getdikcə, siz də mən başdan itə dönürsən, getdikcə belə insan nə olar belə, qəzəblənə gedirsən, yaxud da ki, məyus ola gedirsən də hər şeydən, peşman ola gedirsən, düzdür? Yəni, pozitiv nəvi, pozitiv əhval-ruhiyyə itirə gedirsən. O deyil, sən bunu könüllü eləyə bilərdin Allahın dediyi ilə. Getsən, könüllü sürətdə Tanrının dediyini eləyirsən, onda səndə əksinə, səndə ruhi dirçəliş baş verir. Mənəvi sağlamlaşma baş verir. Münasibətlərin gerçəkləşə gedir. Gözəlləşə gedir. Hər nöqteyi nəzərdən müsbətə doğru gedəsən. O görə insan həyatı zahidliyi üçün bizə verilibdir. İnsan həyatı burada, mən dedim ki, Peyğəmbər Sallallahu da müsəlmana gətirdim. Burada rahatlıq, komfort yaratmaq üçün verilməyib bizə. Və bu mənada bizim qəlbimizdə Tanrı oradadır, Allah Ali şəxs. Bir ağacda iki quş oturub deyir. Biri ruhi candır, mənəm, biri də Allah Ali şəxsdir. İkisi bizim qəlb ağacımızda oturmuş quşdur. 2 dənə. Fərq ondadır ki, bu quşlardan biri bu ağacın meyvələrindən yeyir, o birisi ancaq ona nəzarət edir. O ağacın meyvələrindən yeyən quş bizik. Mənəm, ruhi can. Amma nəzarət edən isə Allah Ali şəxsdir. O nəzarət edir və nəsiyyət verir, məsləhət verir, göstəriş verir, istiqamət göstərir. Yəni bu Allahın yaratdıqlarına transendental sevgisinin bariz nümunəsidir. Transendental sevgisi, yəni heç nədən asılı olmayan sevgisidir. Yəni onun bizlərə sevgisi əbədidir. Heç nədən asılı deyil. Və o onu təzahür elətdirir bizim istənilən halımızda. İt pişik bədəninə gəlib düşsək də, o it pişik bədənində də o sevgisini bizə nə eləyəcəkdir, göstərəcəkdir. Hökmən göstərir. Biz nə günə düşürüksə düşək, Tanrının sevgisi həmişə bizləndir. Və biz özümüzün cahilliyimizin ucbatından həmən o sevgidən nə edirik? Sui-istifadə edirik. Həmən o sevgidən sui-istifadə edirik. O sevgini Tanrının özünə qaytarmaq əvəzinə gedirik ondan Mercedes-Benz düzəldirik. Gedirik ondan Dubai şəhəri salırıq. Məsəl üçün deyirəm. Başa düşürsünüz? Həmən o sevgidir. Tanrının bizə olan sevgisidir. Biz onu yönəldirik ancaq bu maddi dünyada xariqələr üstünə. Bir qusok torpağı götürürük, onu sevirik. Deyir, yaxşı, sonra mən neyniyim səndən? Bu qusok torpağı sevirsən, yaxşı. Gələn həyatında sən bir də bu qusok torpağı üstündə dünya gətirəcəm. Gələ. Doğuldun, yenə burada get, yaşa. Yenə sevirsən, onu gələn həyatında bir də orada gətirəcəm. Onun maddi enerji ilə görür, Tanrı eləmir. Bilavasitə Tanrı eləmir ki,
Tanrı ilə bizim aramıza həmən dəqiqə girir ki, illüzor enerjidir. Elə maddi enerji Allaha deyir ki, ver on bura mənə, ver bura. Ver bura, mən bilirəm ondan nə edəcəm. Bildiniz nətərim? O beləcə bizim buradakı fəaliyyətlərimiz, nitqimiz, düşüncəmiz, əməllərimiz vasitəsilə həyata keçirdiğimiz fəaliyyətlərdə biz belə iddialıyıq ki, biz müstəqilik. Nə istəyirik onu edirik, düzdür? Amma bu belə deyil. Bizim qəlbimizdə Tanrı var və o hər şeyin şahididir. Deyir ki, balaca uşaq uşaqlığında elədikləri yadından çıxa bilər. Uşaqlıqda o balaca uşaq idi, yadından nəsə eləyibdi, yadından çıxıbdı, düzdür? Amma atası ilə anasının yadındadır. Atası ilə anasının yadında, atası ilə anası onu xatırladılar ki, sən 3-4 yaşın olanda filan şey eləyirdin. 5 yaşın olanda bu hərəkətlər eləyirdin. Onun yadındadır. Bizim yadımızda deyil. Bizim yadımızdan çıxmaq o deməkdir ki, bu olmayıbdır. Bu böyüyün yadındadır. Böyüklərimiz bizə deyirlər. Tanrı da beləcədir, deyir ki, sənin yadında deyil. Bizim başımıza nəsə gəlir, deyirsən ki, niyə? Deyir, sən yadında deyil, amma mənim yadımdadır. Arjuna da deyir, Arjuna bu bilib, Bhagavad Gita'nı deyir, mən filan vaxtı deyir, günəş mələyini Vivasvana danışırdım. Sən də oradaydın. Görürsən, sənin yadından çıxıbdır. Amma mənim yadımdadır. Krishna, bədən dəyişmir axı Krishna. Krishna Allah-lı şəxsdir. Krishna prosto təzahür eləyib, bir də çıxır gedir. Krishna bizim kimi bura gələndə Krishna bizim üçün, biz bura cəza ilə gəlirik. Amma Krishna Allah-lı şəxsdir. Krishna bədən dəyişməyinə ehtiyac yoxdur. Krishna bədəni transcendentaldır, daim əbədi xarakterlidir, əbədidir. Hətta biz onu görürsə də belə Krishna bədəni əbədidir. Krishna bədəni transcendentaldır. Krishna bədəni cisim deyil, maddə deyil. Bildiniz? Krishna bədəni saf, pak ruhdur. Saf, pak ruhdur. Hətta bizim gözümüzə görsənəndə belə. Və buna görə də son nəticədə gəlib çıxırıq nəyin üstünə? Son nəticə gəlib çıxırıq ki, insan özünü Tanrının göstərişlərinə həsrləməyi daha düzgündür, daha dərrakəlidir. Ona görə də müasir dövrün, dəmir dövrün biz insanlar üçün Vedalarda öncədən görmə deyilən şey var. Qabaqcadan deyilir. Proroçistva. Orada yazılıb ki, dəmir dövründə Tanrı Şri Krishna özünün qızıl avatarası kimi gələcək. Qızıl avatarası. Və həmən dövrün ən dərrakəli insanları ona qoşulacaqlar. Orada belə də deyilir. Sumetasa həmən beytin bir sözüdür. Sumetasa. Sumetasa ən dərrakəli deməkdir. Həmən dövrün ən dərrakəli insanları ona qoşulacaqlar. Həmən o qızıl avatarıya. O da 500 il bundan qabaq burada olubdur. Kim? Shri Chaitanya Mahaprabhu. Shri Chaitanya Mahaprabhu Krishna'nın fədai obrazıdır. Allah ali şəxsin fədai obrazı. Yəni Allah ali şəxs öz nümunəsini göstərir ki, ona necə fədailik eləmək. Bu Shri Chaitanya Mahaprabhudur. O da bizim üçün gəldi, dedi, bizə ən sadə nəyə yol göstərdi, dedi ki, özünüzü Tanrıya həsr eləsəz, siz daha çox nə eləyəsiniz? Rifah əldə eləyəsiniz. Transcendental rifah əldə eləyəsiniz. Bildiniz? O da gəldi, dedi, Harir Nama, Harir Nama, Harir Nama və Kevalam. Kalau Nastiva, 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 Qatiranatxa. Siz dəmir dövrün insanları elə bir tupikə girmişsiniz ki, Ruslar deyir, tupikə elə bir çıxılmaz vəziyyətə girmişsiniz ki, oradan sizin özünüzün gücü çatmayacaq, siz özünüz oradan qurtulasınız. Ona görə də Tanrı'nın müqəddəs adlarını tərnüm edin, çünki Tanrı'nın adı ilə özünə az fərq yoxdur. Tanrı'nın müqəddəs adları onun bizə tərəf uzatdığı əlidir. Ver əli mənə bəstərəcək. Siçan bəy deyir, Tıxtıq xanıma, əli mənə bəstərəcək. Biz deyir, yox, biz səndən küstərəcək. O deyir, əli mənə bəstərəcək, küçə bax, bütün dünyanın küçələrini düşüb Krishna ayaq yalın gəzir. Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare. Bu kimdir? Bu Krishna'dır. Yəni bu Allah'ın özüdür. Bütün planetin böyük şəhərləri, Avropa, Amerika, hər yeri gəzir.
oxuyur, özü rəqs edir küçələrdə və deyir ki, hamıya deyir ki, Əli mənə bəstələyəcək. Mən səni buradan çıxardacağam. Kimisi gəlir, kimisi gəlmir. Kimisi deyir, yox, mən səndən küstərəcək. Kimisi deyir, yox, sən Hindistandan gəlmirsən. Bizim üçün gərək Ərəbistandan gəlsin. Onda biz gedərik. Yaxud da bizim üçün gərək İsraildən gəlsin. Yox, birisi deyir ki, bizim üçün gərək hardansa başqa bir yerdən gəlsin. Sən Hindistanlısan. Biz Hindistanlı Allahın dalınca getmərik. Bax, biz bu gündəyik bu gün. Mən burada dayanıram, Bhagavad Gita'nın dəyərli dinləyiciləri. Kiminsə sual olarsa, narazılığı, iradə olarsa, buyursun. Bhagavad Gita'nın sonuncu fəslidir. 62-ci mətni oxuyacağıq. Belə, diqqətinizə görə minnətdarlığımı bildirirəm. Hare Krishna.